Salam değerli izleyicilerim, kanalıma hoş geldiniz. Sizinle ben xanım, həkim biyoloq, logoped psixolog, kiçik uşaq anası. Körpəm adlı kanalımda körpələrə aid mövzular müzakirə olunacaq. İlk önce demək istərdim ki, kanalıma ana olmağa hazırlaşan xanımlarımız abone olsunlar. Çünkü ana olduktan sonra məlum vaxt məhduddur. İstədiyimiz məlumatları toplaya bilmirik. Hər dəfə ana olduqda fərqi yoxdur. Birinci dəfə, ikinci dəfə, üçüncü dəfə, hər dəfə ana olduqda sanki birinci dəfə ana oluruq və çox şeylər unudulur. Və doğum evindən evə gələndə balaca körpə çağayla nə edəcəyimizi bilmirik. Uşaq ağlayır, qarnı mı acdı, yeri mi ıslaqdı, yoxsa yuxusu gəlir və yaxud da qazı var. Və bu problemlərin öhdəsindən gəlmək üçün əlbəttə ki, ətrafımızda bizi sevən insanlar olmalıdır. Çünki bu problemlərin öhdəsindən gəlmək çox çətindir. Ana fiziki və zehni dərəcədə çox yorğun olur. Ona görə də köməkdən imtina etməyin, əziz gözəl xanımlarımız. Sizə kömək etmək istəyəndə əsla imtina etməyin. Qoy sizin ətrafınızda həmişə insanlar olsun. Siz isə körpənizlə vaxt keçirməkdən zövq alın. Çünki hər an çox dəyərlidir. Bir ayında, 2 ayında, 3 ayında elədiyi hərəkətləri uşaqlar daha təkrar etmirlər. Və qucağı tutmaqdan əsla çəkinməyin. Kim sizə nə deyirsə desin, ay qucağa öyrəşər, ay sən uşağın sonra narahat olacaq, sən bezdirəcək, qucaqda qalacaq, qoy qalsın. Çünki ilk 3 ay uşaq hələ ana bətnindəki kimidir. Ona ana istisi lazımdır. Ona görə də qucaqda tutmaqdan heç çəkinməyin, kim nə dərsə desin. Və körpənizlə çoxlu, sevə-sevə, onu sevə-sevə vaxt keçirdim. Kanalımda uşaqların zihni, əqli, fiziki inkişafı haqqında çox dəyərli məlumatlar olacaq. Onların doğum evindən tutmuş 6 yaşa qədər bütün problemlər müzakirə olunacaq. Patoloji və fizioloji olaraq olan problemlərin hamısı müzakirə olunacaq. Doğum evindən gələndə uşaqlara qulluq, onların hər gün yerinə yetirəcəyimiz prosedurlar və ilk yardım hamısı müzakirə olunacaq. Ona görə də sizi kanalıma dəvət edirəm. Sizə maraqlı olan mövzular, sualları şərh bölməsində saxlaya bilərsiniz. Kanalıma abunə olun və zınqrov işarəsinə tıklayın. Çox maraqlı olacaq.